Ailənizdəki səbəbsiz dava-dalaşların və ruzisizliyin əsl səbəbi bu ola bilər. Evinizə nə qədər pul girirsə girsin, bərəkət tapmır, yoxsa son zamanlar evdə heç bir ciddi səbəb olmadan tez-tez gərginlik və mübahisə yaşayırsınız. Problemi uzaqda axtarmayın, çünki hər gün gözünüzün önündə olan, amma evinizin dincini və mənəvi enerjisini səssizcə əmən bəzi əşyalar var. Evinizin bərəkət qapılarını bağlayan və dərhal zibil qutusuna atmalı olduğunuz həmin 3 şey. Çatlamış və qırıq qab-qacaq. Kənarı balaca qopmuş stəkan və ya çatlamış boşqab. Eybi yoxdur, işlədə bilərəm deyib saxladığınız bu əşyalar evdə kasıblıq və uğursuzluq maqniti rolunu oynayır. Peyğəmbərimiz də qırıq qablardan nəyisə içməyi xüsusilə qadağan etmişdi. Çünki bu cür əşyalar ruzinin bərəkətini qaçırır. Dolabları dolduran illərlə geyinilməyən geyimlər. Şkafın dərinliklərində tullanmış, bəlkə bir gün geyindim dediyiniz o köhnə paltarlar evdəki yenilənmə və ruzi dövriyyəsini tamamilə bloklayır. Qarderobunuzdakı bu durğunluq həyatınıza da təsir edir. Onları saxlayıb toz bastırmaq əvəzinə ehtiyacı olanlara verərək həm savab qazanın, həm də evinizə yeni enerjinin gəlməsinə yol açın. Toz tutmuş, süni və ya ölmüş, qurumuş çiçəklər. Canlılığını itirmiş bitkilər və ya evin bir küncündə unudulub toz basan plastik çiçəklər mühitə estetika deyil, durğunluq yayır. Evinizə ruh və huzur qatmaq üçün mütləq canlı və təravətli bitkilərə yer ayırın. Bəs siz bu an evinizə nəzər salsanız, bu 3 şeydən hansı ilə qarşılaşarsınız? Şərhlərdə bizimlə bölüşün.